Əsgər valideynləri çox qorxurdu. Mart ayından belə, fevral ayından deyirdilər. Martda müharibə olacaq, martda nə olacaq? Mart da bitdi. İndi deyirlər apreldə olacaq. Yəni bu danışan başıboş insanlar, siz rəsmi məlumatı hardan alırsınız? Belə adamlara cinayət işi açılmalıdır. İnsanların, əsgərlərin, valideynlərin hissləri ilə oynamaq bu nə dərəcədə düzdür ki? Müharibə olacaq, o yazır, o deyir, o danışır, ay Allah, övladım əsgərdir. Siz necə bu əsgər analarını başa düşmürsünüz? Bunlar nə əziyyət çəkir? Hər bir əsgər anası sanki əsgərin oğlu ilə bir yerdə xidmət çəkir. Da xidmət bitənə qədər arvad ölür ki. Lor mənada. Yəni bunu niyə axı müharibə olacaq, o olacaq, bu olacaq. İndi martdan keçdiniz aprelə. Bu rəsmi, birincisi bunu düzgün deyil bunu demək. Nəyin nə zaman, nə vaxt olacağını biz bilmirik. İşdə işləyən belə hərbiçinin xəbəri yoxdur. Çöldə arvadlar danışır. Müharibə olacaq, nə bilim, nə olacaq? Bu olacaq, o olacaq. Bütün aləmi qatmışsınız bir-birinə. Hərbiçinin də özü belə müharibənin nə vaxt olacağını bilmir. Və biz müharibə istəmirik. Bizə müharibə lazım deyil və hər zaman düşmən təxribat törədib, düşmən atəşkəsi pozub, düşmən üzərimizə hücuma keçib. Bu 2010-da da belə olub, 2014-də də belə olub, 16-da da belə olub, 17-də, 18-də. Nəysə, 2020-də olsun belə bütün istiqamətdən düşmənlərimiz hücuma keçmişdi. Heç vaxt dinc əhaliyə biz güllə atmamışıq. Bunu hamınız bilirsiniz. Ona görə də belə şeyləri deyib, niyə axı o anaların hissləri ilə oynayırsınız? O atalar, o analar nələr çəkirlər? Vallahi bəsdirin, belə eləməyin.